İbrahimin balalarını, yəni məsumları qoy qırağa, get təvaf elə, get namaz qıl. Heç bir məqsədə çatdırmayacaq. Həmin iblisin qıldığı namazdır. Şeytanın 6000 il qıldığı namazdır. Həmin namazdır. Siz bugün fikir verirsiniz dünyada nə baş verir ümumiyyətlə. Xahiş edirəm ki, bəsirətli olun, diqqətli olun, gənclərə deyirəm. Baxın, görün dünyada nə baş verir. Oxuyun, mütaliə eləyin, xəbərləri izləyin, təhlil edin. Başınızı qaldırın, baxın ki, dünyada nə proseslər gedir, nə baş verir. Əgər təhlil etsəz, görməmiş olmazsınız. Görərsiniz ki, bugünkü gündə dinlə mübarizə adına nəsə varsa, Allah vəlisini hədəf alıb. Dinlə mübarizə yəni bu. Dinlə mübarizə bugün aparırlar. Nə ilə mübarizə aparırlar? Namazı ilə yox. Orucu ilə yox. Dinlə mübarizə aparırlar böyük dövlətlər. Planlar qururlar dünyada dinə qarşı, din əleyhinə. Siz diqqətlə baxın, görün nəyi hədəf alırlar? Dinlə mübarizə yəni nə? Dinlə mübarizə yəni Allahın övliyalarını hədəf alıblar. Onlarsız din istəyirlər. Onlardan dini ayırıb cəmaata o dini vermək istəyirlər. Gedin başınızı qatın o dinlə. Bunlar belə çatdırır, özləri də cərəyanlar yaradıblar, təkvirsi cərəyanlar. Adlarını da bilirsiniz, onlar yaradıblar. Onlar dəstək verirlər. Əvvəldən onlar da müəllifi bu layihənin. Yaradıblar. Nə deyirlər bunlar? Peyğəmbər gəldi, dini çatdırdı və salam çıxdı, getdi. Qutardı Peyğəmbər, bitdi. İndi onun qəbrini də dağıtmaq lazımdır. Onun şəxsiyyətinə bir ehtiramın, hörmətin, hörmət eləməməyin bir mənası yoxdur. Onlar qüdrət tapan kimi nədən başladılar? Bəqidə imamların qəbrini dağıtmaqdan başladılar. Biz həcc ziyarətində olanda mənə üzbəüz dedi orada olan xidmətçilərdən biri. Dedi ki, gücümüz çatsa, inşallah müsəlmanlar yetişkinləşsə, kamilləşsə, biz, bax mənə dediyi sözdür, Peyğəmbərin də qəbrini inşallah dağıdacaq. Bunu dedi. Bunu münzüratlarla eləyir, şirk adı ilə, nəmnə adı ilə, amma başa düşün ki, niyə bu qədər buna təkid edirlər və niyə bunu deyənlərə dəstək verirlər, o böyüklər? Niyə bunu deyənlərə dəstək verirlər? Çünki din budur, bunu dindən ayırsan, heç nə, ruhsuz bədəndir, ver cəmaata oyuncaq kimi başını qatsınlar, o dindən heç bir xeyir yoxdur heç kəsə. Amma bizik, bir dənə biz, ki biz deyirik ki, din yəni Allahın vəlisinə münasibət. Onun vasitəsilə Allaha bağlanmaq. Biz o silsiləni tanıyırıq, Peyğəmbər idi, o silsilənin başçısı, davamlı 12 dənə imam indiyəcən davam eləyir, sonuncusuna qədər. Sonuncusu sağdır və bugün də onun başına toplaşmaq lazımdır, ona yardım edilməlidir. Bunu deyən təkcə bizik. Ona görə böyük qüdrətlərin hamısı gücünü səfərbər eləyib bizə qarşı. Çünki bu sözü deyən bizik. Biz o ipi itirməmişik. Bu məclis onun bir təzahürü. Biz əl çəkmirik, deyirik ki, yox, din bunsuz din deyil, budur, dinin mehvəri budur. Allah Quranında buyurur ki, mən dini göndərmişəm, görüm kim buna kömək eləyəcək, kim eləməyəcək. Bunu mən dindən necə atım çıxardım? Deyim, gətirdi, dedi, Allah rəhmət eləsin, bitdi onun işi. Bugün düşmənin əsas hədəfi dinin bu hissəsidir. Allah din göndərib, görüm övliyaya kim kömək eləyəcək, övliyanı hədəf alır. Övliyanı dindən çıxardır, deyir, get nə qədər namaz qılırsan, qıl belin büklənə qədər. Get dolan fırfıra kimi Kəbənin başına. Bütün günü fırran orada. Nə faydası? Nə mənası? 1400 il Peyğəmbər başını qoyandan, hətta sağlığından planı çəkilib və icra olunmaqdadır. Nədir dava? Dava budur ki, Peyğəmbərin və onun vəsilərinin rolunu, missiyasını dindən çıxardıb kənara qoymaq. Bir dənə bizik bunun qarşısında dayanmışıq. 1400 ildə dayanmışıq. Əvvəldən elə biz dayanmışıq. Bizdən başqa heç kəs yoxdur meydanda. Məhərrəm əzadarlığı onun qarşısında dayanmaqdır. İmkan vermərik ki, İmam Hüseyin unudulsun. Allahın höccəti öldürülsün, sonra yaddan çıxsın. Əyyam-ı Fatimiyyə onun təzahürüdür. Biz sinəmizi sipər eləmişik ki, biz buna imkan vermərik. Bir dənə bizim məktəb. Peyğəmbəri götür dindən, əlini götür dindən, onların məntiqi buydu. Sonra hökümranlıq elə, rahat. Əlin qolun açılsın. Namazın qılır, qoy qılsın. Günə 1000 rükət qılsın. Nə qədər qılır, qılsın. Əsas dava əvvəldən Peyğəmbər və övliyalarladır. Fikir verirsiniz sən Allah. Kitab nazil olandan, Quran nazil olandan, Qurana iman gətirmək asan idi. Problem
Peyğəmbərə itayətdə idi. Hamısı dedi, kitab bizə bəsdir, kitab bizə bəsdir. Şeytanın nə gözəl hiləsi idi bu. Gözəl dırnaqarası deyirəm. Özü üçün yaxşı. Hamısı bunsuz dinə razıydılar onlar. İmamətsiz dinə. Siz fikir verirsiniz, dinin heç bir hissəsi ilə onlar mübarizə aparmırdılar. Peyğəmbərlə mübarizə apardılar. Sonra Əli ilə, sonra Həsənlə, sonra Hüseynlə əleyhissalam mübarizə aparırdılar. Ancaq bunlarla. Namazla işi var idi, yox. Quranla işi vardı, yox. Ver Quran oxusun cəmaat bütün günü. Çünki imam olsa dini icra eləyəcək. Dini icra eləyəndə bu oyun çıxarda bilməyəcək. Din icra olacaq, praktiki olaraq icraya keçəcək. Cəmaat geçsin, ibadətini eləsin, bunlar da hökmranlıq eləsin. Onların planı oydu. İndi bir dənə ayə deyim Qurandan. Dünən bir yerdə oturmuşduq, bu ayəni mən Quranı tapdım, Qurandan oxudum, orada bir söz düşmüşdü. Heç məqsədim də yox idi bu gün o ayəni deyəm. Elə bəhs gətirdi. Düşündüm ki, bu ayənin burada oxunmasının yeri var, lazımdır. Bu ayəyə diqqətlə qulaq asın, xahiş edirəm. Allahın kəlamıdır. Buyurur ki, və izə qilə ləhum təaləv ilə mə ənzəlallah. Deyir, elə ki, onlara deyildi, gəlin. Gəlin Allahın nazil etdiyi Qurana tərəf. Və ilər rəsul və Peyğəmbərə tərəf. İki şeyə dəvət edir. Deyir, elə ki, dedin, gəlin Qurana tərəf və gəlin Peyğəmbərə tərəf. Buna bax, qulaq asın, bax, budur sözüm. Rəəytəl münafiqin yəsuddunə ankə sududa. Belə halda görəcəksən ki, münafiqlər sənə gələn yolu bağlayırlar. Peyğəmbərə deyir, sənə tərəf gələn yolu bağlayırlar. Quran ayəsidir. Allahın nazil etdiyinə tərəf yox, sənə tərəf gələn yolu bağlayırlar. Çünki sən olmasan, o Allahın nazil etdiyi də nə başa düşüləcək, nə ondan bir məna qalacaq, nə bir təfsir qalacaq, nə heç nə. Heç nə qalmayacaq. Onlar işini yaxşı bilir. Onlar zirəydir. Sənə gələn yolu bağlayır. Onlar Quranla mübarizə aparmır ki, sənlə mübarizə aparır. Səni vurmaqla Quranı da, namazı da, hər şeyi vurur. Heç nə qalmır ortada. Sənin yolu bağlayırlar. İmamsız, peyğəmbərsiz nə mənası var? İmam ruh verir ona. İmam toplayır bu dini, tam icra edir. Yoxsa Quran olur, pərakəndə hökmlər toplusu. Harada nə icra eləyəsən bilmirsən, nə eləyəsən, necə istifadə eləyəsən bu kitabdan, bilmirsən. Quran deyir, onların problemi sənəndir, ya Rəsulallah, davaları sənəndir. İnanın mənə, and olsun Allaha deyirəm, mənim etiqadımdır, kim qəbul eləmir, eləməsin. Əgər Peyğəmbər gəlsəydi, desəydi ki, mən sizə dininizi çatdırdım, dinin Allahın. Bu din, bu da siz, mən getdim işimə gücümə. İnanın bir dənə daş atmazdılar Peyğəmbərə. Gəlib dini çatdırsaydı, desəydi, bu din, bu namaz, bu Quranı verdim sizə. Mən getdim dini icra eləməyə, siz də gedin dininizi icra eləyin. Dava olardı, yox. Dava bunda idi ki, bu gəlir, girişir bu dini icra eləməyə, bu gəlir, hökm eləməyə bu dinlə. مَا ərsəlnə min rəsulin illa liyuta'a biiznillah. Biz Peyğəmbərləri ona görə, ancaq ona görə göndərdik ki, onlara Allahın izni ilə itayət edilsin. Onlara itayət edilsin, onlara. Düyün buradadır. Bütün xəstəliklər burada çıxır ortaya. Elə ki, Peyğəmbər gəlir bir söz deyir, gəlirlər soruşurlar, Allahın sözüdür, belə deyirlər. Ya Rəsulallah, Allahın sözüdür, ya sənin sözündür. Ay biçarə, nə fərqi var kimin sözüdür? Mə yantiqu anil hava. Nə dərdin var, nə xəstəliyin var. Bunun sözü Allah sözüdür, bu Peyğəmbərdir. Yox, yox, biz Allaha, ancaq Allaha. Şirkdir, qalan şeylər şirkdir. Qəlbinin mərəzin bu cür ifadə eləyir. Zahirən tohid olan, batinində şirk olan sözlərlə. Peyğəmbər gəlməyib, biz ancaq onun dediklərinə əməl eləyək. Peyğəmbər gəlib ki, biz onun özünə kömək eləyək. Onun başına toplaşaq. Onsuz din yoxdur. Dini düz tanıtdırsaq əgər, bugün dinə gələn yeni yetmə cavan deyər ki, bəs yaxşı, kimə kömək eləyim? Dinin sahibi bugün kimdir? Din bu cür tanıtdırılsa ki, din yəni Allah vəlisinə yardım. Quran əsasında. Belə başa salsaq, bir adam bugün dinə gələndə o saat soruşar ki, yaxşı, bu zamanda kimə yardım eləməliyəm? Allah vəlisi kimdir? Mən matə və ləm ya'rif imamə zəmanə, matə mitətən cahiliyyə. Kim öz zamanəsinin imamını tanımayıb ölsə, cahiliyyət dövründə öldüyü kimidir. Yəni, onun dini yoxdur. Bax, imam bu qədər önəmlidir. Onun dini yoxdur.
Özdə bütün məzhəblər bu hədisi qəbul edir. Mən sual verirəm, 1 milyard 200 milyondan artıq müsəlmana kimdir zamanəmizin imamı? Peyğəmbər buyurub da bu sözü, bu hədisi. Dinin mehvəri Allah vəlisinə kömək eləməkdir. Biz də o imtihandayıq bugün. Biz də hamımız burada oturanlar. Bizdən də soruşulacaq. Qiyamət günü bizdən soruşulacaq ki, namaz qıldığından əvvəl soruşulacaq ki, öz zamanının imamına kömək etdin yoxsa yox? Bu sualdır, əsas sualdır. Qiyamətin birinci əsas sualı budur. Yəni, hər addım atanda onu nəzərə alın, xahiş edirəm sabahdan. Birinə sədəqə verəndə ehtiyaclı adama. Deyilən ki, İmam Zaman eşqinə verirəm, Allah rıza. O saat deyirlər, İmam Zaman eşqinə, izləyirlər bizim söhbətləri, o bəziləri. Qarış-qarış. Sözü kəsir çıxardı, gördünüz, iş Allah üçün olmalıdır, bu dedi Hüseyin üçün olmalıdır, bu nədir filan dedi. Nə deyəsən belə insana? Bu işi sən Allah üçün görürsən, sədəqəni verirsən, amma baxır nəyə nəzərdə tutmusan? Bir insanı bir var fəqirlikdən qurtarmaq, bir də var zamanənin sahibinin gəlişi üçün. Onu düşünəsən ki, bax mən buna kömək edirəm, bir gün sən gələsən bir dənə də fəqir qalmasın. Bu yaxşı düşüncədir də. Mən fəqirliyin əleyhinəyəm. Bunu verməklə mən fəqirliyə qarşı olduğumu bildirirəm. Təkcə bir fəqirdən söhbət getmir. Mənim düşüncəm bax belə əhatəlidir. Mən qlobal düşünürəm. Hər bir addım atanda onu düşünəsən. Təbliğ eləyəndə, dərs oxuyanda deyəsən ki, mən onun üçün çalışıram. O gəlsin, ona kömək eləmək istəyirəm. Elm oxuyuram, elmimlə ona xidmət eləyim. Təbliğ eləyirəm, insanlar dinə gəlsin, mühit saflaşsın, onun gəlişinə zəmin olsun. Məddah da bu niyyətə roz oxumalıdır, vaiz də bu niyyətə danışmalıdır, sinə vuran da bu niyyətə sinə vurmalıdır. Ki, yəni ona yardım eləyirəm qurbətənləllah. Yenə də qurbətənləllah var, bəzilərine rahat olmasın. Qurbətənləllah qalıb yerində. Qurbətənləllah nə eləyirəm də baxır, nə eləyirəm. Niyə görə bizə deyiblər, Kərbəlanı boş qoymayın, gedin, gəlin, gedin, gəlin, gedin, gəlin, qoymayın ki, imamı çıxartsınlar dindən. Biz barışmayacaq, biz barışmayacaq. İmam qətligaha aparılmaz. Bu cinayət bir dəfə baş verib. İmam tikə-tikə doğranmaz. Bunu bizə unutdura bilməzsiniz. İmam tikə-tikə doğranmaz. O vaxta qədər deyəcək ki, ta imam gəlsin ona özünə layiq olan yerdə otursun. O vaxtacan biz dayanmayacaq. Biz barışmırıq. Biz oldu keçsi deyil bu. İmam tikə-tikə doğranmaz. İmama qarşı hörmətsizlik olmaz. Bəşərə qarşı ən böyük cinayətdir. Hərdən bəzilər fikirləşir ki, biz deyirik məhəbbətdə sevgi, imamı sevmək filan. Bu niyə bəzilərini qıcıqlandırır okeanın o tayında? Niyə? Bax, sevgidir də sevginin dalıyca sevdiyi və kömək eləmək gəlir. Sevgi gəlir buna çıxardır ki, sevginin dalıyca sevdiyi və yardım eləmək gəlir. Sevgidiyinin yolunda fədakarlıq etmək gəlir. Ona görə bu sevgini qamçılamaq üçün təriqətlər yaradır, məzhəblər yaradır, maliyyələşdirir ki, sevgi ilə Allah vəlisinə sevgini vur, hədəfə al, o qalmasın. Qalan nə olur olsun, qorxul deyil. Bu qədər ki, təkid ediblər, əzadarlıq eləyin, göz yaşı tökün, bir damcı göz yaşının filan qədər savabı var, filan qədər savabı var. Sən demə, bu çox ictimai mövzuymuş həm də. Mən oturub İmam Hüseynə göz yaşı tökürəm. Böyük dövlət qıcıqlanır. Hansısa böyük dövlət. Ay qardaş, sən nə var ki, mən burada əzadarlıq eləyirəm, ağlayıram kiməsə, göz yaşı tökürəm. Çünki o sevginin nəticəsi nüsrətdir, yardımdır, Allah vəlisinə köməkdir, İmam Zamana yardımdır. Fuzeyl deyir, Fuzeyl sahabədir. Burada vilayət İslamı ilə vilayətsiz İslamın fərqini görün. Gözəl hədisdir bu. Fuzeyl deyir, oturmuşuq İmam Baqir əleyhissalamla Kəbəyə baxırıq. Həc dövrüdür bilmirəm, ümrə dövrüdür bilmirəm. Deyəsən həc dövrüdür. Oturub təvafa baxırıq, cəmaat dolanır Kəbənin başına. İmam Baqir əleyhissalam baxa-baxa deyir ki, Hakəza kanu yatufunə fil cahiliyyə. Deyir, elə cahiliyyət dövründə Peyğəmbər gəlməmişdən qabaqda bu təvafı belə eləyirdilər, elə eyni qaydada. Elə cəmaat o vaxtda başına dolanırdı Kəbənin, heç Peyğəmbər yox idi. Yəni, bu təvaf üçün Peyğəmbərə ehtiyac yoxdur. Təvaf da fırlanır, eyni qaydada əvvəldə fırlanırdı. Təvafın hədəfi olmalıdır, yəni. Təvafın hədəfi olmalıdır.
Bəzi adamlar o qədər həc deyir, Allah evi, Allah evi. Həccin həqiqəti ilə mübarizə aparmaq üçün onu deyir. Ümumiyyətlə görsöz ki, bir adam dinin bir hissəsini çox böyütdü, şirtdi, bil ki, nəyisə vurmaq istəyir. Adətən mən görmüşəm, dinin hansı hissəsini böyüdürlərsə, imaməti vurmaq üçün böyüdürlər. Mən bunu görmüşəm. Bax, əzadarlıq məclisini qoyun, şərhlərə baxın. Deyirlər ki, bundansa Quran oxuyun, bundansa namaz qılın, bundansa filan eləyin, filan eləyin. Nə deyir, fərqi yoxdur, onun özünə də fərqi yoxdur. Bundansa elm oxuyun. Fərqi yoxdur, nə deyir? Bundansadır məsələ. Bunu vurmaq üçün gah elmi şişirdir, gah namazı şişirdir, gah həcci şişirdir. Nəyə şişirdirsən, şişirt, bundansa bir dənə bu olmasın. Bu işdə şeytanın rolu yoxdur sizcə? Şeytanın əsas baş planı budur. Bunu icra eləmək istəyir insanlar içində. Ən əsas planı budur. Bunlar da təvaf eləyir. İmam Baqir də ki, imamdır da. Baxır, deyir, hə, nə olsun yəni? Təvaf deyilirlər. Bunu elə cahiliyyət dövründə deyirdilər. Ondan sonra bəs hansı təvafdır ki, həqiqi mənada təvafdır? Hansı təvafdır? Buyurur ki, İnnəmə umiru ən yətufu. Deyir Allah, cəmaata bilirsən Allah niyə təvaf əmr eləyib Kəbənin başına dolanmaq? Ki, onun başına dolansınlar. Sümmə yanfiru iləyna. Deyir, dolansınlar Kəbənin başına, sonra bizə tərəf köç eləsinlər, bizə tərəf, imama tərəf, bizə tərəf gəlsinlər. Bu bir qərargahdır, cəmaat toplaşır ora, təvaf eləyirlər rəmzi mənada Kəbəni, məşq eləyirlər ki, adam necə imamının başına dolanar. O daş yol nişanıdır, göstərir ki, bax, rəmzi, simvolik bir imam anlayışıdır. Yadınızdadır, birinci gün dedim, xanım Fatimə Zəhra buyurur ki, məsəlül imam, məsəlül Kəbə. İmam Kəbə kimidir. İmamın başına dolanmağı burada məşq eləməlidir, sonra qaçmalıdır imama tərəf. Belədirsə, oldu təvaf. Belədirsə, oldu təvaf. Yoxsa boş daş başına fırran. Deyir, fırran özün üçün. Bizim filmdə deyir. O, həmin şeydir. Məsəlül imam, məsəlül Kəbə. İmam Kəbə kimidir. Bugün bir adam məscidə getdi, namaz qıldısa, namaz qılandan sonra demədisə ki, ya sahibə zaman sənə kömək eləməyə hazıram, onun da namazı həmin cahiliyyət dövrünün təvafı kimidir. Mən bir dənə namaz deyim, sən bütün ibadətlərini dinən. Əsas maraqlı nöqtəyə gəlib çıxıram. Sümmə qərəə hazihil ayə. Bunu dediyim an Baqir. Sonra Qurandan ayə oxudu. Ayəni oxuyuram sizin üçün. Deyir, İbrahimin duası, Qurandır, bu Quran ayəsidir. İbrahim belə dua elədi, Quran ayəsində buyurur. Rabbena inni əskəntu min zurriyyəti bivadin qeyri zi zər'in ində beytikəl muharram. Deyir ki, ilahi, mən öz balalarımdan bir hissəsini burada məskunlaşdırdım, Kəbənin qırağında, bitki olmayan, ot ələf olmayan bir yerdə. İbrahim əleyhissalam deyir, öz balalarımdan bir dəstəsini burada məskunlaşdırdım. Rabbena liyuqimus salah. Bunları niyə burada məskunlaşdırdım? Ki, onlar namazı bərpa eləsinlər. Dalıca bax, budur, əsas sözüm budur. Vəcəl əfidətən minən nas təhvi iləyhim. Dua eləyir İbrahim Peyğəmbər Kəbənin qırağında. İlahi, təhvi iləyhim. Deyir, bəzi insanların qəlbində onlara qarşı meyil yarat. Mənim balalarıma qarşı. Demirik ki, ilahi, cəmaatın ürəyində namaza məhəbbət yarat. Cəmaatın ürəyində Kəbəyə məhəbbət yarat. Deyir ki, təhvi iləyhim, mənim balalarıma qarşı məhəbbət yarat. Bunu deyən kimi İmam Baqir əleyhissalam buyurur ki, təhvi iləyhim, yəni təhvi iləyna. Yəni, bizə qarşı məhəbbət, biz İbrahimin balaları. Həzrət İbrahim Kəbənin qırağında bu duanı elədi ki, balalarımdan bir qismini burada məskunlaşdırıram, onlardan Peyğəmbər doğulacaq, Əhl-i Beyt gələcək, cəmaatın qəlbində onlara meyl yarat. İndi gördünüz ki, həccin hədəfi imamətdir, həccin məqsədi imamətdir. Bu olmasa, həcc cahiliyyət dövrünün təvafı kimidir. Amma qəlblər imama bağlansa, onda Quran da qorunacaq. Təvaf da qorunacaq, həcc qorunacaq, namaz qorunacaq, oruc qorunacaq, hər şey qorunacaq.
hər şey yaşayacaq. İbrahimin balalarını, yəni məsumları qoy qırağa, get təvaf elə, get namaz qıl, heç bir məqsədə çatdırmayacaq. Həmin iblisin qıldığı namazdır. Şeytanın 6000 il qıldığı namazdır. Həmin namazdır. Təhvi iləyhim olmasa, yəni bizə qarşı qəlblərini meylləndir, olmasa namazın mənası nədir? Qədirxumda Peyğəmbər sallallahu əleyhissalamı tanıtdırdıqdan dərhal sonra o ki dedi kimin mövlası mənəm, Əli də onun mövlasıdır. İmamı tanıtdırandan dərhal sonra bu ayə nazil oldu. Əl-yevm əkməltu ləkum dinəkum. Bugün din kamil oldu. Və ətməmtu aleykum ni'məti və nemətim tamamlandı. Və raditu ləkumul İslamə dinən. Bugün din olaraq İslama razı oldum. Din bugün tamamlandı. Din adına nə varsa imamətlə kamilləşdi və imamət dinin özüdür. Sonra bilirsiniz nədir? Deyir ki, da düşməndən qorxmayın. Niyə görə? Çünki artıq imam tanıtdırılıb. Cəmiyyət imama sarılsa düşmən heç nə eləyə bilməz. Bu da Quran ayəsidir. Əl-yevm yəisəllədinə kəfəru min dinikum fələ təxşəvhum vəxşəvni. Bugün kafirlər sizin dininizdən məyus oldular. Sizə qələbə çalmaqdan ümidsiz oldular. Onlardan qorxmayın. Onlardan çəkinməyin. İmam varsa, cəmiyyət imamın dalınca gedirsə, kafirdən sizə ziyan gəlməz. Siz qorundunuz. Amma indi məndən qorxun. Yəni imamət barədə məndən qorxun. Baxın bu əmanətə necə sahib olacaqsınız. Əgər imama sahib ola bilsəz, imamət etiqadını qəbul etsəz, heç kəsdən qorxunuz yoxdur. Heç kəs sizə ziyan toxundura bilməz. Heç kəs. Bunu Quran buyurur, mən demirəm. Dində vilayət olmadısa, din ruhsuz bədənə çevrilir. Ruhsuz bədən. Bir nəfər vardı, Həzrət Əlidən ayrılıb, gedib Muaviyyəyə qoşulmuşdu. Muaviyyənin yanında olanda deyir ki, mən Əlinin yanında olanda namazlarımı vaxtında qılanmirdim. Gecikdirirdim, namazım qəzaya gedirdi, vaxtından keçirdi. İndi Muaviyyənin yanında olandan namazlarımı qaydasında qılıram. Düz azan vaxtında qılıram. Orada da bir nəfər oturmuşdu. Dedi ki, onun yanında olanda haqq yoldaydın. Şeytan qoymurdu səni namaz qılasan. İndi ki, gəlib qoşulmuşsan buna, şeytan özü deyir, dur namazı qıl ki, namazla sakitləşəsən. Namaza şeytan özü səni dəvət eləyir. Ona görə, çünki bilirdi o namaz sənə nicat verəcək. Sən əsas kökün düzdür, ona görə səni namazdan uzaqlaşdırırdı. Bunu qəbul eləmək asan məsələ deyil. Bilirsiniz, adamları çaşdırırlar və çətindir bunu qəbul eləmək. Axı, mən gözümlə görürəm ki, bu adam namaz qılır, dua eləyir, halla ağlayır ibadətdə. Sən denən ki, bunun heç birini qəbul eləməyəcəklər. Əgər inatkarlıq səbəbindən, inatkarlıq səbəbindən vilayəti qəbul eləməyibsə. Kumeyl kimi səhabə çaşbaş qalır. Gecə deyir, yol gedirlər əleyhissalamla. Bir yerdən bir Quran avazı səsi gəlir. Çox halla, gözəl şəkildə Quran oxuyur, Kumeylin diqqətini bu çəkir. Əleyhissalam gedir, bu dayanır, qulaq asır ona. Əleyhissalam deyir ki, Kumeyl, gəl gedək. Deyir ki, ağa görmürsən, bu necə halla Quran oxuyur, Allahın kitabını oxuyur, nə haldadır bu? Bu nadir olar insan bu halla ibadət eləsin. Əleyhissalam etinasız şəkildə deyir, gəl gedək, yolumuza davam eləyək. Deyir, ürəyimə bir şübhə düşdü ki, Əleyhissalam niyə belə davrandı? Axı, bu qariqdir, Quran oxuyur, halla, ağlaya-ağlaya, gözəl şəkildə. Niyə etinasızlıq elədi? Deyir, apardı, məni getdik. Neçə vaxt keçdi, Siffeyn döyüşü oldu. Siffeyn yox, Nəhrivan döyüşü. Nəhrivan döyüşündə deyir, ölülərin arasında gəzirdik, düşmən, xəvaric ölülərinin. Deyir, bir nəfəri göstərdi cənazəni mənə. Deyir, Kumeyl bunu tanıyırsan? Dedim, yox. Deyir, o gecə Quran oxumağına heyran qalmışdı. Ey valih, bax budur, həmin adamdır. Görsən ki, qılınc əlinə alıb mənə qarşı vuruşur. İbadətlə düzəlirsə, neçə min belə abidin başına əleyhissalam qılıncdan bədənini keçirtdi. Nəhrivan döyüşündə İbn Abbas getdi, çaşdı qaldı, dedi ki, bunlarla vuruşmaq olar. Bunların namaz oxuyub, namaz qılıb, Quran oxumaqdan başqa işi yoxdur.
Bunlar gündüzlər orucdur, gecəni gözləyirlər ki, gecə ibadət eləsinlər, ağlasınlar, tövbə eləsinlər. Bunlarla necə vuruşaq? Amma Əli əleyhissalam dedi ki, bu fitnənin gözünü mən çıxartdım. Bunlar quduz it kimi idilər. Bunların xəstəliyi çox ağır xəstəlikdir. İbadətləri sizi çaşdırmasın. Quranda baxın, peyğəmbərləri qəbul eləməyən insanların məntiqinə siz Allah fikir verin. Hamısının sözü bu olub, hamısının. Ki o bizim kimi bir insandır. Yəni kimdir o? Bax bu kim deyə o sözü var ha. Bu nəfsin halının dillə ifadəsidir. Ona dedizdirən xislət var o sözü ki bu kimdir, mən buna hörmət eləyim. Bax bu kimdir deyən həmin o xislət ən çirkin, ən murdar xislətdir. Bu nəfsdə varsa, bu əzilməyibsə qalan yaxşılıqları heç nə aparat getsin. Boş şeylərdir hamısı. Allah istəyir bir zərbəyə nəfsə öldürücü zərbə vursun. Sarsıtsın nəfsi. Necə eləyir? Bir nəfər cəmaatın içindən seçir, hamıdan fərqləndirir, bütün fəzilətləri ona verir, cəmaatla qarşılaşdırır, deyir buna təzim edin. Buna təzim edin. Qəbul elədisə, nəfsinə amansız bir zərbə dəydir, nəfs zəiflədi. Günah da eləsə, əsas məsələsi düzdür. Nəfsində əsas xüsusiyyət lazım olan nuraniyyət var. Əgər qəbul eləmədisə, nəfs qalıb. Diridir. İndi onu gizlətmək üçün neynir? Namaz, əxlaq, ehsan, sədəqə. Sən də deyirsən, yaxşı oğlandır, baxma ki, qəbul eləmir, yaxşı oğlandır. Yaxşı oğlan deyil. Onun içində bir xəbislik var ki, əsas xəbislikdir. Mane olur ona etiraf eləsin. Kök xarabdır. Vilayət olmayandan sonra əxlaqdır, mənəviyyatdır, başqa nə fəzilətlər var gətirirlər, onların hamısı oyun oyuncaqdır. Bu xislətli adamlar böyük qüdrətlərin əlində oyuncağa çevirirlər. Bugün görürsünüz necə bəzi böyük qüdrətlər əxlaq İslamı təbliğ edirlər, vilayətsiz İslam. Oyun oyuncaqdır, ruhu yoxdur o İslamın, ruhu yoxdur. İki dəfə Quranda qəlb təqvasından danışır Allah. Qəlb təqvası. Təqva iki cürdür. Bir əməl təqvası var. Yəni bu günah eləmirsə adam əməldə təqvalıdır. Günahlardan çəkinirsə. Biri də var daha üstün təqvadır. O nədir? Qəlbin təqvası. Qəlbin nuraniyyətidir. 2 dəfə Quranda qəlb təqvası sözü işlənib. Qəlb təqvası əməl təqvasından üstündür. Maraqlıdır. 2 dəfə hansı yerlərdə işlənib bu? 2 dəfə birini deyim sizə. Hucurat surəsində deyir ki, Peyğəmbərin səsindən uca qaldırmayın səsinizi. Peyğəmbərdən ucadan danışmayın Peyğəmbər yanında. Səsinizi onun səsindən yuxarı qaldırmayın. Sonra nə buyurur? Bax buna diqqət eləyin. İnnellezine yaghuzzuna aswatahum inda Rasulillah ulaikellezine imtahanallah qulubahum littaqva. Buyurur o kəslər ki, Peyğəmbərin yanında səslərini qaldırmırlar. Peyğəmbərin səsindən yuxarı qaldırmırlar, onların qəlbini Allah təqva ilə imtihan edib. Qəlblərini təqva ilə imtihan edib. Ləhum məğfirətun və əcrun azim. Onlar üçün bağışlanmaq və böyük mükafat var. Sən deyən nə böyük iş görüblər ki, Peyğəmbərə ehtiram eləyiblər. Buna görə deyir, onlar üçün bağışlanma və böyük əcr var. Sən bilmirsən, qəlbin müayinəsi bundandır. Qəlbin vəziyyətini bilmək istəyirsən, Peyğəmbərə münasibətinə bax. Namaz zat gözdən pərdə asmaq ola bilər. Qəlb təqvası budur. Qəlb təqvası budur ki, üstün insana təzim eləyir. Bu bir. Quranın 2-ci yerində buyurur ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ. Kim Allahın nişanələrinə təzim etsə, hörmət eləsə, Allahın əlamətlərinə, nişanələrinə, bu nədən xəbər verir? Qəlbində təqva var. Allahın əlamətləri nədir? Yenə də Quranla cavab verim. Hərdən mən görürəm, bizim çıxışlarımıza şərh yazırlar. Açan kimi deyir, Qurandan niyə danışmırsınız? Qurandan danışın. Bəzi insanlar o qədər zahir pərəsdir ki, başa düşmür ki, mən 1 saat elə Qurandan danışıram. Hər nə danışsam Qurandan danışıram. Bəzən heç ayəni deməsən də elə danışdığım Qurandır. Amma Quran ayəsinə söykənək. Deyir, kim Allahın əlamətlərinə, şüarlarına ehtiram eləsə, bu göstəricidir ki, qəlbində təqva var. Allahın nişanəsi nədir? İnnəs-səfa vəl-mərvətə min şəairillah. Səfa və Mərvə dağları Allahın şüarlarıdır, əlamətləridir. Niyə 2 dənə dağ
gəldi Allahın şüarı oldu. Çünki Allah vəlisinin ayağının izi var orada. Çünki orada Hacər qaçıb, İbrahim var, İsmail var. Qədəmləri dəyən yerə hörmət göstərəndə, bax bu göstəricidir sənin mənəvi vəziyyətin. İndiki dilləri çatana deyir şirk, 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 deyir Quranla get cavab ver. Deyir kim Allahın nişanəsinə təzim etsə, onun ürəyində təqva var. Allahın nişanəsi nədir, əlaməti nədir? 2 dənə dağ. Deməli, dağa təzim etmək olar. Onlar yox, lazımdır. O dağ ki, orada Allahın övliyasından bir nişanə var. Ondan bir əlamət var. Onun bir qoxusu var. Bu, kiçik məsələlər deyil. Bunlar insan şəxsiyyətinin göstəricisidir. Qəlb təqvasının göstəricisidir. Bugün cəmaatı elə bir əxlaqa dəvət edirlər din adı ilə, elə bir namaza dəvət edirlər, cəmaatın başının üstündə imam olmasın. Yiyəsiz olsun. Birini gərək hamı sevsin ki, o birinin eşkinin şüasında bir-birini sevsin. Yoxsa nə qədər qışqırı, insan, sevərli, humanizm falan, hamısı şüardır. Mexanizm göstər. Mexanizmi bu məktəb göstərir. Mexanizm budur ki, bir düzən yarat ki, mərkəzində Allahın vəlisi dayanıb, bu onunla mübarizə aparır, onu kəsir atır, deyir insan, sevərli, humanizm, mərhəmət. Necə? Necə? Bunun bir düzənli, bir nümunəsini biz Ərbəyində görürük. Artıq Ərbəyin bir işartıdır. Mən Məhərrəmdə bunu danışdım. Ərbəyin bir işartıdır. Görürsünüz eşq səhnələrini. Cəmaat bir-birinə qurban olum, sənə canım fəda olsun, ayağı gətir oxalayım, biri yemək verir, biri içmək verir, evini ona qurban verir, filan verir. Bu möcüzə 3 gün ərzində necə yaranır? Bir adamın eşqi hamını birləşdirib. Hamı onun eşqində özünü unudub deyə bir-birinə aşiq olub. İndi bizim vəzifəmiz nədir? O 3 günü dartaq aparaq hər günümüzə gətirək. 3 gün davam eləməsin də Ərbəyin günlərində. Bunu bir düzən olaraq yaşayaq, gündəlik həyatımız bu olsun. Bu biraz vaxt aparacaq. Bu biraz zaman aparacaq. Amma artıq proses başlanıb. Ona görə də bəziləri narahatdır bundan. Çünki onların təqdim elədiyi düzən bunun tam əksidir. Onların təqdim elədiyi düzənin mərkəzində ego dayanır, mən dayanır, mənfəət dayanır. Bu eşq düzənidir. Bunlar bir-birindən toqquşur. Bunlar bir-birindən toqquşur. Bugünkü gündə dünyada 2 şey toqquşur və bu toqquşma kəskin xarakter alacaq. Mən sizə proqnoz verim. Eşqsiz məktəblərlə eşq məktəbi arasında qarşı durma başlayıb və kəskinləşə də gedir.